dinləyicilər, hörmətli müəllimlər, dəyərli məktəb yoldaşları. Siz Gələcəyin İşığı FM radiosunun canlı efirindəsiniz. Bugün mən 7B sinif şagirdi Əlizadə Zeynəb. Çox böyük şərəf hissi ilə sizə xüsusi bir veriliş təqdim edəcəyəm. Məqsədimiz 2025-ci il Konstitusiya və Suverenlik ili çərçivəsində vətənimizin qədim məbədlərindən, milli ruhumuzdan, qanunlarımızdan, suverenliyimizin möhkəmliyindən danışmaq, həmçinin gələcəyə inam və cəsarətlə baxmaqdır. Bu veriliş boyu biz hüquq, dövlətçilik, tarixi köklərimiz və gənc nəslin vəzifələrindən bəhs edəcəyik. Faktlarla, nümunələrlə, qısa hekayələrlə, statistik məlumatlarla zənginləşəcəyik. Əvvəlcə onu vurğulamaq istəyirəm ki, Konstitusiya dövlətin əsas qanunudur. Konstitusiya xalq iradəsinin ifadə edir və hüquqi dövlətin təməl sütunudur. Suverenlik isə millətin öz aqibətini öz qərarları ilə müəyyən etməkdir. Bu ikisi birlikdə Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. 2025-ci ili Konstitusiya və Suverenlik ili elan etmək, bu, milli şuurun, vətəndaş məsuliyyətinin, dövlətçilik məfkürəsinin gücləndirilməsi üçün böyük fürsətdir. Bu veriliş boyu aşağıdakı istiqamətləri toxunacaqdır. Suverenlik, məna və əhəmiyyəti. Azərbaycan Konstitusiyasında mühüm müddəalar. 2016, 2009, 1995 Konstitusiya dəyişiklikləri və bu ilin rolu. Suverenlik və dövlət müstəqilliyinin konkret nümunələri. Gənc nəslin vəzifəsi, vətənpərvərlik, hüquqi maariflik. Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini bərpa edəndə sonra konstitusiyon quruluşu yenidən aktuallaşdı. Bugün biz artıq 30 il ərzində konstitusiyanın fundamental roluna əsaslanaraq yaşayırıq. 1. Suverenlik, məna və əhəmiyyəti. Suverenlik latınca superamus, yuxarıda üst mənası sözündən yaranır və dövlətin daxili və xarici məsələlərdə ali hakimiyyətini xalqın qarantiyasını altında idarə etmə gücünü göstərir. Suveren dövlət başqa heç bir qüvvənin onun işlərinə qarışa bilməyəcəyini bəyan edir. Suverenliyin əsas aspektləri bunlardır. 1. Daxili suverenlik. Dövlətin sərhədləri daxilində qanunvericilik, icra və məhkəmə hakimiyyəti tam nəzarətdədir. Yəni qanunların qəbul olunması, icrası və tətbiqi xarici təsirlərdən azaddır. 2. Xarici suverenlik. Digər dövlətlərlə münasibətlərdə tam müstəqillik, beynəlxalq hüquqda tanınma, dövlət beynəlxalq müqavilələr bağlaya bilər, diplomatiya əlaqələrini həyata keçirə bilər. Suverenlik dövlətin ayaqda qalmasının, gələcək siyasətini öz əlinə almasının hüquqi bazasıdır. Əgər dövlət suveren deyil, onun siyasəti xarici güclərinə maraqlarına asılı ola bilər. Azərbaycanın müstəqillik bərpa etməsi ilə suverenlik məsələsi tariximizin dönüm nöqtəsinə çevrildi. 1991-ci ildə SSR-nin dağılması zamanı Azərbaycan xalqı öz iradəsini nümayiş etdirərək müstəqilliyini bərpa etdi. Bu, suveren hüquqlarımızın bərpasıdır. 1992-ci il 18 oktyabrda Azərbaycan Milli Məclisi müstəqil bəyannaməsini qəbul etdi. 1993-cü il 12 noyabrda isə Milli Məclis Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını təsdiqlədi. Bu akt Konstitusiyanın əhəmiyyətini və suverenliyin dönməzliyini bir daha vurğuladı. Əks halda dövlətin müstəqilliyi formal xarakter daşıya bilərdi. Lakin Azərbaycanın daxilində, beynəlxalq aləmdə suveren bir dövlət kimi tanınması üçün siyasi iradə, diplomatik fəaliyyət və hüquqi baza əsas amillər oldu. Bu fəaliyyətlərdən biri 1992-ci il 2 fevralda Türkiyədə diplomatik əlaqələrin yaradılması, digər tərəfdən BMT-yə üzvlük kimi addımlar idi. Suverenliyin qorunması deməkdir, xarici müdaxilələrə qarşı güc diplomatik siyasət, dövlət təhlükəsizliyi və sərhədlərin müdafiəsi, konstitusiya, qanunlar və dövlət qurumlarının müstəqillik fəaliyyəti, məlumat azadlığı və milli özünədək, milli maraqların beynəlxalq arenada qətiyyətlə qorunması. 2025-ci il suverenlik ili elan edilməsi bu mesajdır ki, biz yalnız qanuni dövlət deyil, həm də milli qərarlarımızı özümüz qəbul edən, öz yolumuzu quran xalqıq. İndi gəlin 2025-ci ilin niyə Konstitusiya və Suverenlik ili elan edilməsinin mahiyyətinə baxaq. 2025 bu il
bizim həm tarixi köklərimizi hörmət etməyimiz, həm də gələcək inkişafımız üçün məhkəm hüquqi baza yaratmaq ilidir. Bu, rayonlarımızda, kəndlərimizdə hüquqi şuurun artırılması, vətəndaşların konstitusiyaya münasibətinin möhkəmləşdirilməsi, dövlət strukturlarının vətəndaşlar qarşısında cavabdehliyinin artırılması istiqamətində mühüm platformadır. 2025-in konstitusiya və suverenlik ili olmasının konkret faydaları bunlardır. Hər bir bölgədə şəhər, rayon, kənd səviyyəsində hüquqi maarif kampaniyaları aparılacaq. Gənc nəsil üçün xüsusi proqramlar təşkil olunacaq. Vətəndaşların konstitusiyaya dair biliklərinin qiymətləndirilməsi aparılacaq. Dövlət strukturunun şəffaflığı və hesabatlığı gücləndiriləcək. Müstəqillik tarixi ənənələrimizi yenidən aktuallaşdırılacaq. Məktəblərdə bu mövzuda tədris metodları, diskussiyalar, layihələr hamısı genişləndiriləcək. Belə bir il elan edilməsi mesajdır. Hüquqi dövlətə keçid istiqamətində biz daha irəli gedəcəyik. Bu il yalnız simvolik il deyil, praktik fəaliyyətlər ili olacaq. Suverenlik və müstəqillik sözündə reallıq da olmalıdır. Gəlin Azərbaycanda suverenliyin konkret nümunələrini və uğurlarını bir neçə istiqamətdə nəzərdən keçirək. Azərbaycanın neft və qaz strukturu öz suveren qaydaları ilə formalaşır. Dövlət öz enerji siyasətini müəyyən edir və neft gəlirlərini xalqın yerinə yönəlir. Beynəlxalq müqavilələrdə Azərbaycanın suverenlik hüquqları qorunur. Xəzər dənizində sərhəd sazişləri, balıqçılıq hüquqları, dəniz yataqlarının istismarı. Bunlar suverenliyimizin reallaşdığı sahələrdir. 2020-ci ilin payızında Qarabağda əldə olunan qələbə Azərbaycanın öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində azad etməsi demək idi. Bu, suverenlik prinsipinin ən parlaq nümunəsidir. Həmin dövrdə və sonra atılan addımlar beynəlxalq tanınma, sərhədlərin dəqiqləşdirilməsi, Ermənistanla sülh prosesləri hamısı suverenliyin möhkəmliyini göstərir. Beynəlxalq platformalarda iştirak, BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Şunkay Əməkdaşlıq Təşkilatı kimi strukturlarda iştirak edən Azərbaycan suveren hüquqları nümayiş etdirir. Milli maraqları müdafiə edir. Beynəlxalq konvensiyalara qoşulur və regional diplomatiyada fəal iştirak edir. Milli təhsil, mədəniyyət, dil siyasəti. Azərbaycan dili dövlət dilidir. Yerli dillər, mədəniyyətlər qorunur. Mədəni irsimiz, musiqimiz, ədəbiyyatımız, milli dəyərlərimiz hamısı dövlətin qanunları ilə qorunur. Bu mədəni suverenlikdir. Təhsil sistemində milli kurikulum, konstitusiya və hüquq dərslərinə məktəblərdə daxil edilməsi bütün bunlar gənc nəslin hüquq şuurunu formalaşdırır. Hörmətli dinləyicilər, biz bu veriliş boyu konstitusiya və suverenliyin mahiyyətini araşdırdıq və Azərbaycanın konstitusiyasında mühüm müddəalara toxunduq. Tarixi dəyişiklikləri, suverenliyin konkret nümunələrini gördük. Gənc nəsil rolunu müzakirə etdik. Təkrarlar və statistikalarla zənginləşdik. İndi isə sizinlə birlikdə gələcəyə baxaq. Əgər hər bir gənc konstitusiyanı tanıyan, hüquqları və vəzifələrini dərk edə bilsə, biz hüquq dövlətinə daha sağlam əsaslarla çata bilərik. Əgər hər bir vətəndaş suverenlik prinsiplərinə sadiq qalarsa, biz beynəlxalq aləmdə yalnız dövlət yox, hörmətli, güclü dövlət olacağıq. Mən sizə, əziz müəllimlərimə, sinif yoldaşlarıma inanıram. Gələcək bizim əlimizdədir. Bu il konstitusiyaya və suverenlik ili bizim üçün yeni şansdır, yeni çağırışdır. Bu fürsəti qaçırmayın. Əziz dostlar, bugünkü verilişimiz burada yekunlaşır. Sizlərlə birlikdə bu mövzunu müzakirə etmək mənim üçün böyük şərəf idi. Növbəti verilişlərdə yenə sizinlə olacağım. Yenə ideyalar, mövzular gətirəcəm. Siz də bizimlə qalın, fikrinizi bildirin, suallar verin, söhbətlərlə iştirak edin. Sağ olun, salamat qalın.